O vaxtı tələbəli illəri vaxtı bizim əmyaşlımız vardı. Mən özüm Şəmkirdən idi. Şamxar Rüstəm. Onun bir gözəl şeiri var idi. Gözlərimin nurunu, fəhlə qardaşım, fəhlə qardaşım. Gözlərimin nurunu kağız, qələm apardı. Sənin əlin, ayağın, mənim beynim qabar. Yəni bax, doğrudan da yazarların əl-ayağının qabarı əvəzinə beyninin qabarı var, beyin qabarı, düşüncə qabarı, zəhmət, mənəvi zəhmət qabarı. Nə yaxşı ki, oxucular var, oxuyub o qabarın sağalmasına məlhəm qoyurlar. O şeiri dərk eləmələri naminə, dərk eləmələrinə və onu təhlil və o şairin beyninin yeni bir qabarı məhsul olduğuna görə. Sonra onun yenə də gözəl bir şeiri var idi.